Hər birinizi xoş gördük. Bugün istirahət günüdür. Amma bölgəmiz heç də istirahət havasında deyil. Artıq bilirsiniz ki, ABŞ və İran arasındakı İslamabad görüşlərində nəticə əldə olunmadı. ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Jay Vance artıq Vaşinqtona geri qayıdı. İlkin informasiyalara əsasən, İran ABŞ-nin zənginləşdirilmiş uranı təhvil vermək, proksi qüvvələrlə əlaqəni kəsmək və Hürmüz boğazını açıq saxlamaqla bağlı şərtlərini qəbul etmədi. Tehran bu şərtləri həddən artıq ağır, daha doğrusu təslim haqqı kimi qəbul edir. Elə ona görə də müqavimət göstərməyi üstün tutur. Çünki Tehran fərqindədir ki, bu şərtlər altında bağlanan müqavilə klerikal rejimin sonu deməkdir. Odur ki, rejimin davamlılığına təminat verən şərtlər altında Ağ Evlə sövdələşmək istəyir. Bu isə o qədər də mümkün görünmür. Məsələn, ABŞ üçün uranın İrandan götürülməsi yaxud mollaların proksi qüvvələrinin zərərsizləşdirilməsi müharibənin əsas səbəbləridir. Ağ Ev hesab edir ki, burada güzəştə yer yoxdur. İran teokratları isə təhdid rıçaqlarının əlindən çıxmasını öz varlığı üçün risk sayır. Belə demək mümkündürsə, İranın teokratik sistemi özünü uran rejimi kimi identifikasiya edir. Bütün bu ziddiyyətlər isə masa başında, bəlkə də belə demək daha sərrəsti olar, masanın başında çatlayır. Aydın məsələdir. Sırf diplomatik baxımdan tərəflər arasında ciddi etimadsızlıq mövcuddur. Hər iki tərəf bir-birini dəfələrlə fırıldaqda ittiham etmişdir. Eyni zamanda bu tip danışıqlar üçün əvvəlcədən tərəflər arasında xüsusi ekspertlərin hazırladığı sənədlərin də müzakirəsi lazımdır. Danışıqlar nəticəsiz bitsə də, deyilənə görə ekspertlər müzakirələri davam etdirəcəklər. Bu həm də diplomatik kanalları açıq saxlamaq üçün hər iki cinaha əl verir. İslamabad görüşünün görünən nəticəsi budur ki, danışıqlarda kompromis yaranmadı. Ona görə də təxmin etmək çətin deyil ki, tərəflərin mövqeləri sərtləşəcək və münaqişə növbəti daha riskli mərhələyə keçəcək. Nələr olacaq? Yəqin ki, çoxunuzu maraqlandıran sual budur. Sizin Talih Şahsuvarlı kanalının dəyərli izləyicilərinin bu sualına cavab vermək üçün situasiyanın doğurduğu məqsədlərə baxmaq lazımdır. 1. Hürmüz boğazı ABŞ-nin praktiki nəzarətinə keçməlidir. Bunun ilk addımları artıq hərbi gəmilərin körfəzə girişi ilə atılıb. 2. Açıq savaşda ABŞ ilə üz-üzə gəlməyə taqəti qalmayan İranın qızışdıra biləcəyi proksi qüvvələrə ağır zərbələr endirilməlidir. Nüvə obyektləri nəzarətdə saxlanılmalı və bu obyektlərə yeni zərbələr endirilməlidir. 4. Sepah rəhbərlərinə qarşı yeni əməliyyatlar keçirilməlidir. 5. ABŞ havadan və sudan keçirəcəyi əməliyyatlarla hər qədasını nəzarətə götürməlidir. Yəqin ki, bütün bunlar yeni dəhşətli müharibə formatında yox, daha çox nə sülh, nə müharibə rejiminin şiddət maksimumu çərçivəsində baş verəcək. Bəs bu atəşkəs ABŞ-yə nə verdi? Atəşkəs dövründə Hürmüz boğazında toplanan gəmilər və gəmilərdəki şəxsi heyət bölgədən çıxarıldı. Eyni zamanda ABŞ-nin ön cəbhədəki hərbçiləri rotasiya edildi, dəyişdirildi. Nəticədə ABŞ daha rahat hərbi manevrlər edəcək. Son olaraq, mən yenə o fikrimdə qalıram ki, bu klasik işğal müharibəsi deyil, bayraq sancma faktı yox, proses yaratmaq və sonda İranı nüfuz dairəsinə almaq savaşıdır. Zənnimcə bu proses uzun çəkməyəcək, çünki İran artıq heç özünün də fərqi olmadan ABŞ-nin təsir zonasında, nüfuz dairəsindədir.